Salam, hər vaxtınız xeyir. Bu dərsdə Oracle SQL-də ən çox istifadə olunan V şərtlərini öyrənəcəyik və V şərti ilə yanaşı istifadə olunan operatorlarda sadə nümunələrlə izah edəcəm. Where nədir? Where məlumatları müəyyən şərtə görə filtr etmək üçün istifadə olunur. Məsələn, bizə deyilir ki, maaşı 10.000-dən yuxarı olan işçilərin məlumatlarını ekrana çıxarın. Bunun üçün yazırıq select ulduz from employees. Daha sonra şərtimizi veririk. Where maaş salary sütununda olduğu üçün biz şərt verdiyimiz sütun salary yazırıq. Böyükdür 10.000. Və gördüyünüz kimi ekrana maaşı 10.000-dən yuxarı olan işçilərin məlumatları çıxmış oldu. Burada əsas diqqət olunması məqam odur ki, V şərti cədvəlin adından sonra yazılmalıdır. Yəni, select və from arasına V şərtini yazmaq olmaz. Select ulduz from employees yazılır, cədvəlin adı yazılır və növbəti hissədə ondan sonra V şərti yazılır və şərt verdiyimiz sütun və şərtimiz yazılır. Daha sonra şərt verilə bilər ki, department ID-si 100-ə bərabər olan işçilərin məlumatları görsənsin. Bunun üçün yazırıq select ulduz from employees şərt verdik. Where şərt verdiyimiz sütun department ID bərabərdir 100. Və gördüyünüz kimi 100-ə bərabər olan, department ID-si 100-ə bərabər olan məlumatlar ekrana çıxmış oldu. In nə üçün istifadə olunur? In operatoru bir sütunun bir neçə dəyərindən biri olub olmadığını yoxlayır. Məsələn, biz department ID-si 100, 50 və 60 olanları görmək istəyiriksə, bu zaman in-lə istifadə edirik. Yəni, biz bunu belə yaza bilmərik. 50, 60, yəni bərabərdir 100, vergül 50, vergül 60 yaza bilmərik. Bu yazılış səhv olduğu üçün biz in operatoruna istifadə edirik. Yazılır ki, select ulduz from employees V şərtini yazırıq. Department ID in 100, 50 və 60. Və gördüyünüz kimi 60, 100, 50 nömrəli department olan nömrələri ekrana çıxarmış oldu. Məlumatları ekrana çıxardı. Daha sonra and. And nə üçün istifadə olunur? And nədir? And bir neçə şərtin hamısı doğrudursa, doğru nəticə qaytaracaq. Yəni, belə izah edin. Bizə deyilir ki, maaşı 10.000-dən yuxarı olsun və department ID-si 50-yə bərabər olsun. Yəni, 2 dənə şərt verilir. Bu 2 şərt daxilində biz məlumatları ekrana çıxarmalıyıq. Yəni, yazmalıyıq ki, V şərtini verəcəyik. Salary maaşı 10.000-dən yuxarı olsun və department ID-si 50-yə bərabər olsun. Yəni, biz 2 şərt veririksə, bu zaman AND operatorundan istifadə olunur. AND operatorunun tələbi də odur ki, verildiyi şərtdə hər iki tərəfi doğru olsun. Yəni, hər iki şərtin dəyərləri ödənilsin. Yəni, 10.000-dən yuxarı olan məlumatları və department ID-si 50-yə bərabər olan məlumatları ekrana çıxarılsın. Və gördüyünüz kimi 10.000-dən yuxarı və 50 nömrəli department işçiləri olmadığı üçün ekrana boş bir məlumat çıxarır. Biz bunu 5.000 edək və maaşı 5.000-dən yuxarı olan və 50 nömrəli departmentə bərabər olan işçilərin məlumatları ekrana çıxarıldı. Yəni, bu cədvəldə filtr olunmuş məlumatlar bu iki şərt daxilində olur. Həm
salarsa 5000-dən yuxarı, həm də department ID-si 50-yə bərabər olur. Yəni endin tələbi odur ki, hər iki tərəfi true dəyəri qaytarsın. Or isə enddən fərqli olaraq bir tərəfinin doğru olmağı, yəni bir tərəfinin true nəticə qaytarmağa kifayət edir ki, məlumatları ekrana çıxarılsın. Məsələn, yazırıq ki, select modus from employees və şərtini yazırıq. Salary böyükdür 5000-dən və ya department ID-si bərabərdir 50. Gördüyünüz kimi burada bir tərəfin şərti ödənildiysə, digər tərəf səhv də olsa fərqi yoxdur. Yəni bura true'dursa, birinci tərəf true'dursa, salary böyükdür 5000, true dəyər qaytarırsa, bura false dəyər qaytarırsa, department ID bərabər dəyərlidir, false-dursa fərqi yoxdur. Yəni bir tərəfinin true olmağa kifayət edir ki, doğru nəticə qaytarsın. Salary sütununda hamısı 5000-dən yuxarı olanlardır. Yəni bu salary sütununu filtr edir və 5000-dən yuxarı olan, maaşı olan işçilərin məlumatlarını gətirir. Amma department ID sütununda isə görürsünüz ki, burada 50-yə bərabər eləmişik. Amma department ID sütununda 90, 60, 100 nömrəli departmentlərdə gətirmiş olur. Çünki birinci tərəfin şərti artıq ödənilib. Yəni 5000-dən yuxarı olan hissə ödənilib ki, bu təkcə 5000-dən yuxarı olanları ekrana gətirir. Yəni and ilə orun fərqi odur ki, and verildiyi şərtdə, yəni iki şərt verilirsə, iki tərəf də doğru olmalıdır, yəni true dəyəri qaytarmalıdır. Amma orada isə fərqi yoxdur. Bir tərəf true, bir tərəf false-dursa, elə true dəyəri də qaytaracaq. Yəni belə deyək ki, and çoxluqların kəsişməsi kimi nəzərdə tutulur, or isə çoxluqların birləşməsi kimi nəzərdə tutulur. Between nədir? Between iki dəyər arasında istifadə olunur. Məsələn, belə deyək ki, iki dəyər arasını yoxlayır. Deyilir ki, maaşı 5000 və 10000 arasında olan işçilərin məlumatları ekrana çıxarılsın. Yazılır ki, maaşı V şərti yazılır, şərt verdiyimiz sütun yazılır, salary və between yazılır. Maaşı 5000 və 10000 dedik. Və salary between 5000 və 10000 arası. And 10000. Gördüyünüz kimi maaşı 5000 və 10000 aralığında olan məlumatları filtrləyib ekrana çıxardı. Not şərti tərsinə çevirmək üçün istifadə olunur. Məsələn, biz hər hansı bir şərt verdik. Məsələn, salarinə sütununa deyirik ki, 4000-dən yuxarı olanları qaytarsın. Maaşı 4000-dən yuxarı olanlar və yaxud da 10000 deyək. Biz buna not operatorunu istifadə edərək bu şərti tərsinə çevirə bilərik. Yəni, not yazmaqla bu verdiyimiz şərti tərsinə çevirir. Yəni, şərtimizdə deyilir ki, 10000-dən yuxarı olanları seçsin, amma not salary yazdıqda notdan istifadə etdikcə isə bu şərti tərsinə çevirir. Yəni, 10000-dən aşağı olanları götürür. Gördüyünüz kimi. Bunu sildikdə 10000-dən ancaq yuxarıları götürür. Not etdikdə isə dəyəri tərsinə çevirdiyi üçün filtrləməni tərsinə aparır. Yəni 10000-dən kiçikləri ekranı çıxarmış olur. Is null.
Is null boş dəyərləri tapmaq üçün istifadə olunur. Bunu ən çox commission pisetidə qabağımıza çıxa bilər. Yəni gördüyünüz kimi bəzi sətirlərində dəyərlər var, bəzi sətirlərində isə null dəyərləri görsənir. Bunun üçün yazırıq select ulduz from employees. Yazılır ki, və commission piseti is null. Və gördüyünüz kimi commission piseti sütununda null olan dəyərləri ekrana çıxarmış oldu. Like nə üçün istifadə olunur? Like mətn axtarışı üçün, yəni mətn daxilində axtarışı üçün istifadə olunur. Yazılır ki, select ulduz from employees where first name like dırnaq böyük A ilə başlayan işçilərin məlumatlarını ekrana çıxarsın. A ilə başlayıb və davamı da adlarının hərfi olmalıdır. Yəni baş hərfi A olmalıdır və digər hərflərini də əvəz etmək üçün faiz işarəsindən istifadə edilir. Və gördüyünüz kimi ekrana adlarının baş hərfi böyük A ilə başlayan məlumatlar, işçilərin məlumatlarını filtrləyib ekrana çıxarmış oldu. Order by. Order by sıralama üçün istifadə olunur. Yəni nəticələri artım və ya azalan sıra ilə ekrana qaytarır. Yazılır ki, select və burada veri şərti yazılmır. Order by məsələn maaş sütununu azdan çoxa doğru, çoxdan aza doğru. Azdan çoxa doğru ask vasitəsilə olur. Gördüyünüz kimi maaşları, maaş sütununda, salar sütununu azdan çoxa doğru sıralanmış oldu. Desk dəyərdə isə bu da desk vasitəsilə maaşları çoxdan aza doğru sıralamış oldu. Belə, ask azdan çoxa doğru, desk çoxdan aza doğru sıralanmış olur. Bu dərsdə V şərti ilə birlikdə istifadə olunan operatorları öyrəndik. Növbəti dərsdə yeni sorğuları yazacağıq. Vaxtınızı ayırıb izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.